necə baxırıq? Bunu ayrı tapaq uşaqlar. Bunu da ayrı tapacağım. Bunu da ayrı tapacağım. Və sonra bunları cəmləyəcəyim. Kuboidlərdə necə tapılır tam səddin sahəsi? Baxırıq. Düsturumuza əsasən necə olur? Tam səddin sahəsi. Bunu düzbucaqlı parallelepiped zənn edin. Baxın. Necə tapılır? Onu yazaq. Düsturunu yazaq. S tam necə tapılırdı? Düzbucaqlı parallelepipeddə. 2 vurulsun, A vurulsun B, bir dəfə də A vurulsun C, yerdə qaldı nə? B vurulsun C. Bu şəkildə tapıram. Baxın birinciyə. 1-i 2-dir, 5-dir, bir də 10-dur. Demək, 2-ni qarşıya çıxartmışam, vuruq kimi. Baxırıq, 5-i vuracam 2-yə. Üzərinə 2-ni vuracam ona. Üzərinə 10-u vuracam 5-ə. 5 ilə 2 vuruldu. 2 ilə 10, bir də qaldı yerdə 5 ilə 10 adili. 2 vurulsun. Mötərizənin içində 10, 20, üzərinə də 50 gəlir. 2 vurulsun, 30, 30-un üstünə də 50 gələndə 80. 80 nə elədi? 160. Demək, bunun tam səddin sahəsi nədir? 160. Keçirək bunun tam səddin sahəsinə. Bax, uşaqlar, 10-dur. Ancaq burada nə verib? Eni 2 verib, buranın 2-ni çıxıb. Bax, ümumi 10 idi, 2-sini çıxıb. Demək, bunun uzunluğu nə oldu? 8. Eni 2. Hündürlük nə olur? Bax, hamısında hündürlük eynidir. 2, 2-dir. Demək, hündürlük də 2-dir. Demək, hündürlük 2, en 2, ancaq uzunluq 8-dir. S tam bərabərdir. Nə edirəm? 2-ni qarşıya çıxardıram. 2 vur 2, üzərinə 2 vur 8, üzərinə baxın, 2 vur 2, 2 vur 8, bir də nə qaldı? 8 vur 2. Bax, uzunluğu nə götürmüşdüm? 8, eni 2, hündürlük də 2. 8 vur 2, 2 vur 2, bir də bu 8 vur 2. Düz yazmışam. İndi 2 vurulsun, bura 4, üzərinə 16, üzərinə də 16. Nə elədi? 20, 36. 2 vuram 36-ya. Nə etdi? 72. Demək, birini bunu tapmışıq, birini bunu. Bundan 160 tapmışıq. Birincisi 160, ikincisi 72. Bildinizsə bunun tam səddin sayısı. En keçirəm bununkinə. Baxın, bunun eni 5-dir, uzunluğu 10-dur, hündürlükdə baxın, hamısında eynidir, 2-dir. 5, 2 və 10-dur. S tam bərabərdir nəyə uşaqlar? 2 vurulsun, bir dəfə 5-i 10-a vuracam, üzərinə gələcəm, 10-u vuracam 2-yə, üzərinə nə qaldı? 5 vur 2. 2 vurulsun, 50, üzərinə 20, üzərinə də 10. Nə elədi? 70, o da 80. 2-ni də 80-ə vuranda nə elədi? 160. Demək, bu da 160, bu da 160, bu da 72. Ümumi nə elədi? 160, 160. S tamları hesablayıram, tamları.
Ne indirəm? 160 üzərinə 160 üzərinə 72 bərabərdir. 320 üzərinə gəlirəm 72-nə. 392 edir də. Uşaqlar özünüz hesablayarsınız. 320 üzərinə 72 gələndə 392. Keçirəm ikinci tapşırığa. Bura baxırıq uşaqlar. Ümumi, baxın, hündürlük 3'dür, bu da 3'dür. Hər birində. Hələm gəlin bunun tam zərcinin sayısını tapaq. Necə olur uşaqlar? Bunun tam zərcinin sayısı. Hündürlük 1,5'dir. Hündürlüğü yazın 1,5. Uzunluq 6'dır. Silin baxaq. Uzunluq 6'dır. Bu 1,5 aranındır. Uzunluq 6'dır. Uzunluq 6. Bu 1,5 neyindir? Göstərilmir uşaqlar. Bu 6'dırsa, demək burada 6'dır uşaqlar. Ümumi nə elədi? 12 elədi. Bu uzunluğu nə oldu? 12. Hündürlük 3. Eni nə qədərdir? Eni bu oldu. Bir tamamda 5 neyin oldu? Uşaq o şəkli seçə bilmədim. Göstərilmir bu ki 1,5 neyindir? Gecə üçüncüyə. Baxaq. Baxın, hündürlüyü 15'dir. Baxın, burada göstərir. Orada niyə göstərilmir bilmirəm. Keçirəm. Baxın, ümumi buradan kəssəm. Buradan da kəsirəm. Buradan da kəsirəm. Hər birinin tam sətin sayısını tapıram. Baxırıq. Uzunluq 45 santıdır. Baxırıq. Ümumi 45'dir. Hər birində 15, 15, enlərinə 15 verib yəqin ki. Burada göstərilmir 15. Hamısı yəqin 15'dir. Keçirik, indi baxırıq. Bölgünü aparıram, baxın həqiqətən. Buradan bunun tam sətin sayısını taparam. Bunda belə. Bunun uzunluğu 45'dir. Eni 15'dir. Hündürlük 45 götürək. Buradan da 15. Bu tərəfdə 15. Qalınlığı da. Bura nədir? 15'dir. Bu da 15'dir. Bura nədir? Burasına verməyib. Şəkil niyə tam verilmir? Bura niyə vermirlər? Bura 45'dir, anladıq. Bura niyə verilmir? 15 yəqin ki onun deyil. Qalınlığı da.
burada 45'dir. 45, 45, bu da 15. Sahəsini tapmalıyıq. Sahə necədir? Yerinə qoyuram. 2 vurulsun. 45 vurulsun. 45. Üzərinə yazıram. 45 vurulsun 15. Üzərinə gəldim. 45 vurulsun 15. Və bunları toplayıb vuracam 2'yə. Buranın sayısını tapasınız uşaqlar. Sonra keçirəm bura. Aha. Burada da 15 buradır. 15 buradır. 45'ten bu 15'e çıxanda bura nə eləyir hündürlük? Baxın bu 15'e çıxacaq, bura olacaq 30. 15 belə, 30 belə, 45'də belə. Onda nə olacaq? 2 vurursun, 15 vursun 45, üzərinə 15 vur 30, üzərinə 30 vur 45. Bunu ayrı tapasınız uşaqlar. Burada yine 45 götürsək, əgər buranı verməyib, ona görə 45 götürün. 45 vurulsun 15 vurulsun 15. Burada da S tamını tapanda neynəsi 2 vurulsun 45 vurulsun 15 üzərinə 15 vur 15 üzərinə 45 vurulsun 15. Hər birini tapırsınız. Və tapandan sonra bunları cəmləyəcəksiniz. 22-ci tapşırığa keçirəm. Kubun səthinin sayısı 486'dır. Kuboidin səthinin sayısı bunun 9'a 2 hissəsi. Demək 486'nın 9'a 2 hissəsini tapıram. 486'nı böləcəm 9'a. 5 dəfə 9'un 45, 36, 4 dəfə 54'e 2'ye vuranda 108. Demək nə elədi? 108. Kuboidin nə qədərdir? 108'dir. Kuboidin iki yüzünün sayısı uyğun olaraq 18 və 24'dür. Nə qədər olur? Baxın, üçüncü yüzün sayısını soruşur. 484'ü 9'a böləndə nə elədi? 45, 36, o da 4. 54. 54'e 2'ye vurdum 108. Kuboidin iki yüzünün sayısı uyğun olaraq bu şəkildədir. Hərəsində 2 dənə üz var da uşaqlar. Nə eləyir? 36 üzərinə 48 nə etdi? 14 bir yadda 84. 108'den də 84'ü çıxsam 4, 24. 24'ten də 2 dənədir də uşaqlar. Hər iki yüzü də sayıram. O da 12. Cavab 12. Bildiniz uşaqlar, hər üzü tərəf. Elə bil mən tərəfdən baxıram, bir də qabaq tərəfdən baxıram. 2 yüzdür. Ona görə 2'ye bölürəm. Cavab nə elədi? 24 bölünsün. 2 bərabər nəyə? 12'ye. 12 yüzü var. Bir üzünün, üçüncü yüzün sayısı nə qədərdir? 12. Keçirəm 23'e. Deyir ki, şəkildə kimi üst-üstə qoyuldu. Yeni kuboidin tam səthinin sayısını tapın. Əvvəlcə uşaqlar, bunun tam səthin sayısını tapıram. S tam nəyə bərabərdir? Düz qırmızı hissəsi. 2 vurulsun. A vurulsun B yazın məsəl üçün. Məsələn 3 vuru 7. Üzərinə gəlirik. 7 vurulsun 2.
Üzərinə gəlirik 3 vurulsun 2. Bir üzərinə 14, üzərinə gəlirik 6. Bu mötəzədir uşaqlar. Nə elədi? 2 vurulsun 35, üzərinə də 6 gələndə 41. Vurduq. Nə elədi? 82. İndi bundan 2 dənədir. Yeni kubetin sayısı nə qədər olur? 3 vur 7 21, 2 vur 7 14, 3 vur 2 6, 35 41 82. 82. Gəlin bir də eləyək. Baxın, 3-ü vuram 2-yə nə elədi? 6. Bu 106-dırsa, burada 106-dır. Burada baxıram, 3-ü vuram 7-yə, aşağısı nə eləyir? 21, demək yuxarısı da 21-dir. Sonra 2-ni vuram 7-yə, 14 burada, 14. Nə elədi?